İran 10 il, 15 ildir Rusiyanı itham eləyir ki, sən 200 il bundan qabaq güclü olmuşsan, mən İran zəif olmuşam, gəlib mənim torpağımı işğal eləmişsən, qaytar mənim torpağımı. Bütün Cənubi, bütün Qafqaz İranın casus yuvalarıdır. Birazdan onlar daha da böyüyəcək. Həmin işi, Qafqazı geri qaytarmaq istəyir. Qızlara qədər, gizliyər, Rus dilində gizliyər deyilir. Qızlara qədər, Stavropoldadır, Krasnodardadır. Eşidirsinizmi? İndi isə birdən-birə qayıdır, deyir, Rus mənim dostumdur. Yəni, həmin 200 illik o işğal dediyi məsələni siyasi cəhətdən Rusiyanın xeyrinə təsdiq edir. Ali rəhbəri özü şəxsən Rusiyanın İranı işğal etdiyini özü şəxsən dili ilə deyib. SSR-nin İraqa kömək etdiyin ali rəhbər özü şəxsən dili ilə deyib.